10 il neft sektorunda çalışır. 10 ildən sonra qərar verir ki, komfort zonamı tərk etməliyəm. Çünki karyera müəyyən bir yerə gəlib, hər şey qaydasındadır. Və o narahat olur bundan, belə deyək, və düşünür ki, nələrsə etməlidir. Və catering şirkətinə keçir. Növbəti addımı isə öz işini qurmaq olur və artıq 5 ildən çoxdur ki, artıq öz bizneslərini idarə edir. Əvvəl gül dükanı ilə başlayır, sonra isə artıq fərqli bizneslərdə onu görürük. Söhbət Best Place restoran və caz klubunun təsisçisi Elmira İsmailovadan gedir. Xoş gördük Elmira xanım. Xoş gördük. Necədir işləriniz? Yaxşı gedir hər şey? Çox gözəl. Biznes adamlarının həyatı biraz gərgin olur. Biraz. Yəqin ki, ondan dolayı biraz qaça-qaçınız da var. Biraz qaça-qaç işləri çalışırıq çatdırmaq hamısını. Elmira xanım, neft sektoru ilə başlayaq. Neft sektorunda 10 il çalışmısınız, müəyyən bir karyera qurmusunuz, amma sonra sahəni dəyişmisiniz. Ümumiyyətlə, neft sektoru özünüzün arzulayaraq seçdiyiniz sahə idi. Çünki çox zaman biz görürük ki, insanlar valideyn yönəltməsi ilə və s. seçdiklərində sonra sahə dəyişikliyinə gedirlər. Əslində, özümün seçdiyim idi. Valideynlərim həkim olmağımı istəyirdi. Mən özüm qərar verdim ki, neft sahəsində çalışacağam və Azərbaycan Dövlət Neft Akademiyasına daxil oldum. Ondan sonra ilk iş yerimdə reception olaraq çalışmağa başladım və addım-addım ən son deməli commissioning engineer işləyirdim. Çox sevirdim əslində öz sahəmi. Bəlkə də daha yoruldum. Çox yorucu idi işim. Qərar verdim ki, bir müddət istirahət lazımdır. İstirahət etdiyim dövr ərzində cateringə dəvət aldım. Bir müddət orada işlədim. Ondan sonra da yenə də biraz istirahət edəndən sonra düşündüm ki, öz biznesimi açmağa vaxtıdır. Neftdə nə idi? Siz sahələrdə mi işləyirdiniz? Ofis tərəfində? Çünki neftdə iki istiqamət var. İlk işim kiçik mühəndis kimi çalışırdım sahədə. Və yavaş-yavaş yetərincə belə deyim də savadı, biliyini də əldə edəndən sonra, çünki sahədə tamam fərqlidir ofisdən, sahədə işlədikcə. Sonra mühəndisliyə keçdim və bir müddət sonra xarici şirkətə dəvət aldım orada işləməyə. Departamentimdə olan işçilər Singapurdan idilər. İntervyudan sonra onlarla işə başladıq. 2 ildən çox işlədim. Onda biz artıq gedirdik sahəyə, belə deyə çıxırdıq sahəyə. Və son layihəm olmuşdu Heydər Əliyev adına yarımdalma qazma qurğusu. Onun tikintisində, təhvil verilməsində, dənizdə yoxlanışını keçirdik, təhvil verdik. Əslində çox sevirdim öz sahəmi. İndi də yəni çox sevirəm. Mən düşünürəm ki, yəni özümə xərcliyim həmin vaxtı kiməsə xərcləməkdənsə, kiməsə xeyir qazandırmaqdansa mən o gücümü verib özümə xeyir qazandıra bilərəm də, belə düşündüm. Və Best Place-dan daha öncə gül dükanım da var idi, onu da vurğulayım. Bəlkə HR'da deməmişdim bunu. Dekaroz gül dükanım var idi. Bir müddət onu işlətdik. Pandemiya əslində öncəsi onu bağladıq. Düşünürdük ki, yeni yerdə daha böyük açacaq. Amma pandemiya düşdü və biz Best Place-i də eyni dövrdə pandemiyadan öncə açmışdıq. Sadəcə açılış edə bilmədik, pandemiya düşdü və pandemiyadan sonra çalışmağa başladıq Best Place-də. İlk biznesiniz gül dükanı olub. Bəli. O biznes sizə nə öyrətdi? Çünki adətən neft sektorunda işləmisiniz, fərqli şirkətlərdə işləmisiniz, xarici şirkətlər və s. Amma bu sizin öz işiniz deyildi. Amma bu artıq budur ki, bunu siz yaradırsınız, siz qurursunuz hər bir xırda nöqtəsini. Nə öyrətdi o biznes sizə? İşin üzərində insan özü durmalıdır. Mən birdən onu anladım. Çünki mən gəzməyi çox sevirəm və bir müddət fikir verirdim ki, işi boş buraxanda həmən gedirdim harasa, burada yox idim və görürdüm ki, yəni iş elənçinə getmir. Bütün işləri özüm nəzarət eləməli idim. Baxmayaraq ki, hər sahənin özümə işçim var idi, amma işləri yenə də özüm nəzarət eləməli idim. Bir vaxt keçdikcə gördüm ki, çox yoruluram, yəni bütün yük üzərimdə və işləri düzgün bölüşdürmək. Mən düşünürəm, əsas biznesdə odur ki, işləri düzgün bölüşdürməlisən ki, sən olmayanda da işin idarə olunsun, işin getsin, belə deyək. Sən məsafədə də idarə edə biləsən. Niyə gül dükanı sonra açmadınız, restoran işinə fokuslandınız? Düşünürəm, çünki gülün trendi artıq o həddə deyil. O vaxtlar daha belə deyək, məşhur idi, çox daha satış yüksək idi. İndiyə baxanda gül işində, gül biznesi düşüb.
Yəni biz getsək 2007, 2006, 2005 o illərdə daha güclü idi gül biznesinin işi. İndi zəifdir. Niyə seçdiniz cazı? Çünki Azərbaycanda bəzən məsələn kimsə desə ki, mən cazla bağlı musiqilərinin təqdim olduğu bir məkan açacağam, hamı deyər ki, risk eləyirsən. Sizə bu sözü deyən oldumu? Niyə cazı seçdiniz? Musiqi ilə bağlılığınız ümumiyyətlə var idimi? Ümumiyyətlə yox, musiqi ilə bağlılığım yox idi. Deyim ki, sizə cazı daha öncə sevirdim, yox. Dinləyirdim, amma yəni belə bir özəl bir sevgim yox idi. Sadəcə bu belə deyək, məkanı açanda heç qərar verməmişdik də ki, caz olacaq və yaxud nə musiqi edəcəyik. Sadəcə bir müddət mən belə deyək, fərqli musiqilər dinlədim, belə deyək, düşünürdüm hansı musiqi edəcəm. Amma Salman müəllimlə görüşdüm, Salman Qəmbərovla. Belə deyək, bir gün qərar verdim ki, bir gün salaq ifanı. Saldıq, o 42-45 dəqiqə belə deyək, ifa ərzində oturdum, düşündüm və doğrudan mən o musiqiyi dinləyəndə özüm gördüm ki, mən o həmən günü bütün yorğunluğum, bütün stresim getdi. Və mən çox düşündüm ki, məncə buna insanların ehtiyacı var. Çünki hamımız gün ərzində işimizin dalınca qaçırıq, stres, gün ərzində yorğunluğu belə musiqi oturub dinləyəndə biz fərqli musiqilər dinləyə bilərik. Yenə də insanın zövqləri fərqlidir. Amma sırf olaraq mən özüm gördüm ki, yəni caz musiqisini dinləyəndə bütün o günümün yorğunluğu getdi. Mən düşünürəm insanların ruhu dincəlir caz musiqisini dinləyəndə. O səbəbdən mən qərar verdim. Düzdür, caz dinləyiciləri azdır. Biz müqayisə etsək. Amma mən fikir verirəm ki, son zamanlar daha da çox artıb və gənclərin daha çox cazı dinlədiklərini görürük. İlk öncə başlayanda daha çox biraz orta nəsil gəlirdi qonaqları. Amma vaxt keçdikcə artıq belə deyək 20-25-in üzəri cavan nəsildə gəlir, dinləyir, çox sevə-sevə daimi qonaqlarımız var. Belə deyim, yazırlar, öyrənirlər kimin ifası hansı gündür və gəlirlər. Mən əslində sizin restoran haqqında məlumatı oxuyanda və sizin onun sahibi olduğunuzu belə deyək də məlumatı oxuyanda və belə bir təsəvvür yarandı beynimdə ki, yəqin ki, özü caz dinləyən bir şəxs olub, ətrafında belə deyək də o caz dinləyən bir ətrafı olub və bundan dolayı o risk edib. Və mənim ətrafımda deyərdim ki, tanışlarımın içində elələri var ki, onlara cazı mən sevdirmişəm. Yəni bunun özü də əslində bir uğurdur. Elmira xanım, əvvəl gül biznesiniz olub, amma bu restoran biznesi tam fərqlidir gül biznesindən. Belə deyək, gülü satmadınsa, sata bilmədin, yəni satmadın, bir fərq yaratmır. Amma restoran elədir ki, məkan elədir ki, bura gələn müştəri var. Bəzən musiqini və yaxud bəyənməzsə, nədənsə narazılıq ola bilər. Yəni biraz daha aktiv biznesdir. Yəni bütün gün burada çox aktivlik olur. Ümumiyyətlə, restoran biznesində hər şey başladığında gözlədiyiniz kimi getdi? İlk vaxtlar hər şey gözlədiyimiz kimi getmirdi. Biraz çətinlik var idi. Pandemiyadan sonra işləyirdi ona görə. Həmçinin mənim bu sahədə heç bir təcrübəm olmadığına görə mənə çətin idi. İşçi götürürdüm, işçiyə güvənirdim. Sonra nəsə bir səhvlərini tuturdum, səhv olsun və yaxud aldatmaqlarını tuturdum. Mən yetərincə belə deyim təcrübə yığdım da bu neçə vaxt ərzində və belə deyək ilk 6 aydan sonra tam demək olar ki, yəni mən bütün işi artıq restoran biznesindəki işi demək olar bilirəm. Həm özüm maraqlanırdım, oxuyurdum sosial şəbəkələrdən, internetdən hər bir məlumatı, həm də bunu canlı olaraq yaşayırdım. Belə. Hansı məlumatları əslində o 6 ay ərzində öyrəndiniz ki, bunları bilərək işə başlasaydım daha yaxşı olardı? Düzgün sistemin qurulması, bir neçə şirkətlər var, kimlərlə işləməyin, restoran belə deyək sistemləri. Ondan başqa mən bilmirdim, bəlkə də nə bilim düşünmürdüm ki, kimsə belə insanlar aldatmaq olar. Kod qoymamışdım. Belə deyək, sistema nə vurulursa pozula da bilirdi. Başım çıxmadığı üçün bu sahədən. İndi düşünürəm, mənə gülməli gəlir o ki, əslində necə mən onu eləyə bilərdim, amma yəni eləmişdim. Sonra belə deyək, düzgün şirkətlərlə işləmək
Çünki bildiyiniz kimi bütün alınan restoran sahəsində aldığımız məhsulları şirkətlərdən almağımız daha düzgündür. Çünki bütün şirkətlərdən alınan məhsulların sertifikatları olur. Yəni bu şeyləri mən daha öncədən bilsəydim və yaxud o şirkətləri tanısaydım, bəlkə də işim daha asan olardı. Amma mən onu işləyə-işləyə öyrəndim də belə deyək. Elmira xanım, bu bizneslərin maliyyəsini belə deyək, özünüz yığdığınız pulla eləmisiniz, yoxsa ailə dəstəyi mi olub? Ümumiyyətlə necə olurdu? Mən deyərdim, yoldaşım mənə çox dəstək olub. Yoldaşımın dəstəyi olub və iş getdikcə mən belə deyək də oradan gələn vəsaiti yenə də fərqli bir işlərə investisiya etməyi yəni belə düşünmüşdüm ki, elə edəcəm və onu da həmən tərzdə elədim. Məsəl üçün Best Place 3 mərtəbədən ibarətdir. İlk öncə başlayanda biz sadəcə onun 2 mərtəbəsini işlədirdik. Daha sonra 3-cü mərtəbəsini düzəltdim və onu da işlətməyə başladım. Sadəcə onu açdığı vaxtı belə bir fikrim yox idi ki, oranı nə edəcəm o mərtəbəni. Ona görə, misal üçün, gələn pulu da mən yenidən investisiya eləyib bir iş görürdüm də. Yəni, ilkin, belə deyək, dövrdə bir dəstəyiniz olub, amma sonra artıq qazandıqca biznesin böyüməsinə yatırırsınız. Bir rəy oxudum sizin haqqınızda, paylaşımlarınızın birində, bəlkə də köhnə paylaşımdır, yadımda deyil, amma ümumi araşdıranda orada yazmışdı ki, sizin adınızda olan hər bir iş professionaldır, elə bir rəy idi. Mənə maraqlı gəldi ki, yəni Elmira İsmailovanın hansı yanaşması var ki, insanlarda bu təəssürat yaradır? Mən də oxudum o rəyi, yadımdadır o rəyi deyirsiniz. Bilmirəm, mən sadəcə gələn qonaqlarla həm çox özüm çalışıram, Bakıda olduğum vaxt ərzində işimdə olum. Gələn qonaqları özüm tanıyım. Yəni, çox diqqət yetirəm onlara, həm fikirlərini öyrənirəm, yəni işçilər də bunu edir, amma mənim onu etməyim, mən düşünürəm, tamam fərqlidir. İnsanlar məni tanıyır, üz olaraq da mən oluram, belə deyək. Elə qonaqlarımız var ki, bəzən mənə özümə şəxsi də belə deyək, Instagram və yaxud nömrəmə, mənim özümə şəxsi də yazırlar. Məlumat alırlar ki, kimin ifası olacaq və yaxud gəlmək istəyirlər, ya ad günü keçirtmək istəyirlər. Belə məqamda narahat olmursunuz ki, restoranın özünün nömrəsi var, Instagramı var, oradan soruşun, mənim buna çox vaxtım olmur. Çünki bəzən insanlarda bu fikirləşir ki, yəni oradan da məlumat ala bilər. Əslində yox, bəlkə də mən çox ünsiyyətçil insanam. Mən çox insanları tanımağı sevirəm, yəni insanlarla danışmağı, mənə çox fikirlərini öyrənməyi. Mən düşünürəm, yox, məni belə də narahat etmir. Həm də insanın öz biznesi olanda hər müştəri, hər xırda nüans onun üçün, belə deyək də, önəmli olur. Ona artıq vaxt itkisi kimi baxmır. Bəlkə ondan dolayı ola bilər. Düşünürəm, yəni mən yəni belə deyək, həm kimsə tərifləyirsə, tərifə, kiminsə bir bəyənmədiyi bir nüans varsa, yəni ona da normal yanaşıram və insanlar məncə elə olmalıdır. Elmira xanım, demişsiniz ki, istənilən bir iş uğurlu alınırsa, orada zəhmət və doğru yanaşma var. Ümumiyyətlə, doğru yanaşma biraz mücərrət qalır insan üçün ki, doğru yanaşma nədir? Məsələn, restoran sektorunda doğru yanaşma nədir ki, o restoranın uğurlu alınmasında mütləq önəmlidir. Bilirsiniz, belə deyim də, hamımız onun şahidi oluruq ki, biz gedirik bir məkana, çox dadlıdır, hər şeyi çox bəyənirik. Bir müddət o yer məşhur olandan sonra orada nəsə dəyişir. Yəni, onun çox şahidi olmuşuq. Yəni, məncə o tərəfdə, məsələn, restoran sahəsində o çox önəmlidir ki, necə başlamısansa, eyni cür davam eləməlisən. Mən burada bunu filan məhsulu alıb daha çox qazana bilərəm, düşünməməlisən. Yəni, necə başlamısansa, o məhsulla da getməlisən və keyfiyyəti salmamalısan aşağı və yaxud eyni şeydə musiqi tərəfində olur. Bu nüanslar məncə önəmlidir. Ya, keyfiyyəti davamlı saxlamaq Bəli, nə dərəcədə mümkündür? Çünki o siz dediyiniz kimi biz bəzən gedirik restoranda, bu salatı yeri çox bəyənirik. Növbətdə və gedəndə eyni dadda olmur bəzən. Bir ay sonra gedirsən artıq eyni dadda deyil. Bəzən insanda bu sual yarada bilir ki, həqiqətənmi? Məsələn, usta dəyişən kimi dad dəyişir və yaxud da ki, o eyni dadı qorumaq bu qədərmi çətindir? Eyni dadı qoruyub saxlamaq çətin deyil. Sadəcə biz orada nəyə əsaslanır? Eyni dadı saxlamaq. İlk öncə eyni məhsulun istifadə olunması, eyni keyfiyyətdə məhsul istifadə olunmalıdır, aşağı keyfiyyətdə deyil. Qiymət artımı olanda biraz o çətinlik yaradır ki, restoranlar qiymətləri saxlamaq istəyirlər ki, gələn qonaqlar belə deyək də qiymətlərin artımına görə azala bilər.
Lakin mən elə düşünmürəm. Mən düşünürəm ki, əgər bir məhsulun qiyməti qalxıbsa, insanlar da bunu bilir, anlayır, başa düşür ki, yəni qiymətlər artımı var və mən o keyfiyyəti saxlayıram, eyni məhsulu alıram və keyfiyyətlidir. Yəni eyni keyfiyyətli salatı və yaxud başqa bir yeməyi təqdim edirik. Həmçinin aşbaz dəyişəndə də bu hallarla üzləşmək olar. Sadəcə mətbəxi brend şefimiz var, o idarə eləyir. Yəni bütün menyular da onun üzərindən yazılır, o yazır menyuları və hətta aşbaz dəyişikliyi olsa da yenə də yeməklərin dadı, keyfiyyəti hamısı öz yerində qalır. Bayaq nəzarət məsələsindən danışdıq. Bir də o sizin o statınızda var ki, zəhmət məsələsi. Ümumiyyətlə siz hansı zəhməti çəkmisiniz bu biznesin belə deyək də uğurlu olmağında? Burada təbii ki, bu zəhmət çəkməsəydiniz bu biznes olmazdı kimi yanaşırıq. Bu başqa məsələ. Sadəcə hər kəsin çəkdiyi zəhmət fərqli ola bilər. Bəzən insan düşünür ki, mən çox vaxt sərf eləyirəm. Bəzən insan düşünür ki, sadəcə mən çox nəzarət eləyirəm. Çox vaxt sərf eləmirəm, amma nəzarət eləyirəm. Yəni sizin diqqətinizdə əsas olan nədir ki, yəni o zəhmət anlamında? Mən əslində daha çox vaxtımı sərf edirəm axşamlar. Demək olar çalışıram axşamlar orada olum. Bəzi hallarda günün birinci yarısı oluram, nəsə bir görüşlərim, işlərim varsa. Mən deyərdim ki, bizdə restoranda deməli aylıq proqramlar yazılır caz üzərinə və o mənim çox vaxtım gedir ona. Çünki ayın sonu gələndə mən növbəti ayın proqramını çıxartmalıyam və bütün ifaçılarla danışırsan, vaxtlarını üst-üstə salsan, burada tək bir ifaçı çıxıb oxumağı deyil. Sən qrup şəklində çıxardırsan, canlı ifa olur, canlı caz ifası. Məsələn, o mənim çox vaxtımı alır bu proqramı yazmaq və orada təkcə ifaçı ilə danışmaq deyil, həmçinin də biz o siyahını qurmalıyıq, tarixləri üst-üstə yazmalıyıq. Biraz orada çətin mənə, yəni belə deyim, çox zəhmətlidir o iş tərəfi. Ondan başqa hər dəfə yeməklərin keyfiyyətini belə deyək, siz deyirsiniz. Mən misal üçün gəlirəm, yəni heç demədən özüm yaxınlaşıb vururam bir yeməyi, çıxır mətbəxə. Onlar bilmirlər ki, onu qonaq sifariş edib ya mən sifariş eləmişəm. Yəni bir qonaq kimi mən də baxıram dadına. Ondan sonra yəni yaxınlaşıb fikrimi deyirəm aşpaza. Son zamanlarda fikir vermişəm, onu da deyim ki, yəni çox təriflər gəlir. Özünüz öz restoranınızda müştəri kimi yemək sifariş verib, sonra bəyənmədiyiniz olub? Olub bir dəfə. Biraz duzu mənə görə duzu çox olub, çünki mən duzsuz yeyirəm. Məndən başqa hamı baxıb dadına deyib ki, normaldır. Yəni demişəm, ola bilər mənim ağız dadıma görə deyil də. Əslində bu özü yaxşı yanaşmadır məncə. Çünki müştəri üçün bir dəfə bir iş adamı var idi. Deyir ki, mənə özəl hazırlamışdı. Biz müsahibə üçün getmişdik. Deyir, duzunu ona görə çox eləmişik ki, istəyirik daha yaxşı olsun. Yəni bəlkə biliblər sizə uyğundur. Yemək. Sizə hazırladıqları? Yox, mən tapşırıram aşağıda. Deyirəm ki, gedib heç kəs deməyəsiz də. Bizdə mətbəx ikinci mərtəbədədir. Onlar görmürlər mənim gəlməyimi. Deyirəm ki, yəni heç kəs işçilərdən də qalxıb deməsin. Sadəcə yemək hazır olanda götürüb düşürlər aşağı. Sizdə belə deyək də caz və yemək məsələsi. Yemək məsələsində nə qədər həssas olduğunuzu gördük, cazla bağlı da. Yəni birinci seçəsi olsaq, yeməyə daha çox önəm verirsiniz yoxsa caza? Yəni sizin üçün ən birinci nədir burada? O çox çətin sualdır. Deməli ikisi ilə bağlı ciddi həssaslıq var onda. Mən düşünürəm ikisidir. Çünki bəzən doğrudan insanlar işdən gəlib ac gəlirlər, yəni yeməyə. Yəni orada deyim ki, yox, yeməyi yığışdırım sırf musiqi dinləməyə. Əslində sırf musiqi dinləməyə görə düşünüb bir məkan da açmışıq. Onun da haqqında danışarıq sizlə. Bəli, danışarıq. Show Gallery adlı məkandır. Burada misal üçün həm yeməyə mən düşünürəm, həm də ikisinə də həssas yanaşıram. Yəni ikisi də önəmlidir mənim üçün. Musiqi tərəfi də çox önəmlidir. Orada da yemək hissəsi var buradakı kimi, yoxsa sırf musiqi dinlənilir? Show Gallery-də yalnız musiqidir. Ora konsert, kiçik bir konsert mərkəzidir və orada içəcəklər var. Yəni yemək tərəfi yoxdur. Fərqli ifalar olur. Həm muğam ifası salmışıq, sonra bir tamaşa düzəltmişik. Sırf bizim fikirlərimiz əsasında hazırlanan tamaşadır. Azərbaycanın adət-ənənəsini, ailə adət-ənənəsini görmək olur o tamaşada. Sonra retro musiqi günləridir. Azərbaycan rəqsi ilə retro musiqisi günləri var ayrıca. Etno caz var. Azərbaycan cazı latin ritmləri ilə fərqli orada musiqili axşamlar edirik.
və gələn belə deyək xarici qonaqlara Azərbaycanın mədəniyyətini daha çox tanıtmaq istəyirəm. O biznesin ideyası necə yarandı? Biznesin ideyası bayaq vurğulamışdım ki, mən gəzməyi çox sevirəm, səyahəti çox sevirəm. Və səyahət edəndə adətən o həmən getdiyim ölkənin bir belə deyək mədəniyyətindən, musiqisindən mütləq ki, yəni getdiyim yerdə bir dənə elə bir yerə getməliyəm. Yəni mənim yadımdadır, biz İspaniyada idik yoldaşımla, gəzirdik. Biz gəlib çatanda mən dedim ki, biz flamenkoya getməliydik. Hə, gedərik. Gəzirdik və qabağımıza çıxdı, yaxınlaşdıq, biletləri aldıq saatına 2-3 saat sonra. Gəldik, girdik məkana, oturduq, dinlədik, içəcək olaraq aldıq. Baxdıq, ondan sonra çıxanda yoldaşıma dedim ki, yəni o da həmən fikri bir yerdə elə. Dedim ki, belə bir fikir, o dedi, elə mən də onu düşündüm. Niyə də ki, bizdə Azərbaycanda yox, gələn qonaqlar, yəni həqiqətən də düşünüb Azərbaycana turist gəlmir, muğam nə vaxt olacaq və yaxud, amma mən bu məkanda demək olar həftənin hər günü muğam proqramı salmışam ki, gələn xaricilər bizim musiqimizi, Azərbaycan qədim musiqisini dinləsinlər. Ondan başqa fərqli dediyim kimi musiqilər, tamaşalar. Mən düşünürəm yerlilər üçün də Azərbaycan köhnə filmlərimizin nümayişi, indi onun üzərindən danışıqlar aparırıq, onları da edəcəyik. Belə, yəni fikrim əslində oradan gəldi ortaya ki, yəni gəzib gördüm və düşündüm ki, bu çatmır Azərbaycanda. Bunu eləmək lazımdır. Şok Galeri nə qədər vaxtda fəaliyyət göstərir? 3 ayda. 3 ayda. 3 ay ümumiyyətlə nə deyir? Gələnlər var, turistləri cəlb etmisinizmi? Turistlər də gəlir, yerlilər də daha çox gəlir. Mən gözləmirdim əslində yerlilərin də marağı və inanın ki, tamaşanı biz nümayiş elətdirmişik bəlkə bir 5 dəfə, çox nümayiş elətdirməmişik hələ və tamaşadan çıxıb ağlayan olub, gözləri dolan olub. Gəlib necə bəyəndiklərini dəfələrlə yazanlar olub, özümə deyənlər olub. Həmçinin muğamı bir çox belə deyim, mənim Best Place-ə gələn qonaq qayıdıb deyib ki, mən o gün Şok Galeridə idim, hələ bilmirdi ki, yəni o bizə aiddir. O gün sizdən üzbəüz bir məkan açılıb, çox bəyəndim, orada muğamı dinlədim. Necə Azərbaycan musiqisi, bu da xarici vətəndaş idi. Necə sizin musiqiniz gözəldir, çox bəyəndim. Dedim, orada bizimdir, biz ikisini də idarə edirik. Dedim, mən sizə məsləhət görərəm, bir gün də bizdə caza dinləyəsiniz. Gəldi, bizdə etno cazada. Yəni, belə. Yəni fikirlər insanlardan pozitivdir. Həm xarici, həm bizim yerli cəmaatın da fikirləri bəyənilir. Çox bəyənilir. İki istiqamətə fokuslanmaq çətin olmur. Çünki o da yeni qurulma ərəfəsindədir və burada da restoran biznesi də daim diqqət tələb eləyir. Bəli, biraz çətindir. Amma yəqin ki, yaxın etməyiniz bu çətinliyi azaldır. Bir dənə üstün cəhəti odur ki, yanbayandır, yəni 2 dəqiqə uzaqlıqda deyil. Müsbət cəhəti odur, amma belə toplam olaraq çətindir. Sadəcə mən çalışıram, indi işləri bölüşdürəm, götürürəm yeni bir işçilər və onlara öyrədirəm ki, özümün üzərindən olan iş, misal üçün, sırf olaraq proqramları hazırlamaq qalsın. Qalan nüanslara mən fokuslanmayım da. Yəni, sual falan olanda mənə verilsin, həll edici, amma əsas ki, işçilər olsun ki, hərənin öz işi olsun, mənə də biraz yüngüllük olsun. Dediniz ki, işin əvvəlində biraz işi boş verdiyiniz dönəmlər olub bu gül biznesində və bugün işi düzgün bölmək məsələsi bir var ki, çalışırsınız düzgün böləsiniz ki, yəni iş özü getsin siz olmayanda da. Amma bəs bir dönəm, çox işlədiyiniz dönəm olubmu? Çünki bəzən deyirlər ki, əgər öz işini qurmusansa 9-6 yox, 24 saat işləyirsən. Səhər saat 6-ya qədər oturub yeni menyu, mən sadəcə bir şey eləmək, bir dənə işi görmək istəyirəmsə, yəni mən həmən o bir həftə olsun özümə vaxt qoymuşamsa o işi görməyə, mən də yatmaq mənə çətin olur. Ona görə oturdum 2 gün idi, yeni menyunu çıxarda bilmirdim, vaxt da azalırdı, hər belə deyək də yay menyusu, qış menyusu. Dedim, yox, bugün mən getmirəm evə. Yoldaşıma da mesaj yazdım, mən gec gələcəm, oturdum restoranda, yadımdadır, bağladım qapıları, səhər saat 6-ya qədər o menyunu yazdım, hazırladım. Menyunu bir gün gec yazmaq sizin üçün hansı problemi yarada bilər restoran biznesində? Belə bir problem yaratmazdı, sadəcə mən özüm ki, bir işi görməyə özümə məqsəd qoyuram, onu yazıb bitirməyənəcən, yəni sakit ola bilmirəm. Mənə biraz o sıxılıram, yəni düzgün yatamıram, yatıram, oyanıram ki, aha, mən bu işi bitirməmişəm və yaxud nəsə bir istirahət edə bilmirəm, çətin olur mənə. Elinizdə tamamlanmamış bir iş var. Bəli, o səbəbdən dedim ki, yox, mən bu 2 gündə əziyyət çəkirəm, yəni mən bugün oturub onu tamamlayacağam.
tamamladım, göndərməli idim. Onda QR menyu deyil idi, çap menyu idi. Şirkətə göndərməli idim. Yəni tamamladım səhər saat 6-ya kimi göndərdim, nə lazım idi. Ondan sonra baxladım, getdim evə yatdım. Ülmür xanım, işçi seçiminiz nəyə əsasən olur? Çünki dediniz ki, işçi tərəfindən aldadıldığınız da olub və hətta indi belə baxsaq, caz və sair bu üslub da biraz fərqli konsept olduğu üçün məncə fərqli işçi seçimi ola bilər. Ümumiyyətlə yanaşmanız nədir? Necə seçirsiniz? Mən düşünürəm biraz bizim sahədə həm də içəri şəhərdə olduğu üçün məkanımız, Best Place içəri şəhərdə olduğu üçün çox önəmlidir ki, Azərbaycan dili ilə yanaşı xarici dildə biliyi olmalıdır. Çünki gələn qonaqlar xarici dilli olanda və çox yəni çətinlik çəkməsinlər. Birinci nüans olaraq ona baxıram ki, Azərbaycan dili bilsin. Sonra əslində mən bir də nüans var ki, diqqət yetirirəm ki, insanın özünün səliqəsi. Yəni o insan mən də o vaxtlar intervyuya gedəndə, yəni institutda oxuduğum vaxtlar, ondan sonra yəni biz bilirdik ki, biz intervyuya gediriksə, biz belə deyək, bizim müəyyən bir geyim üslubumuz olmalıdır. Yəni mən o şeylərdə insanın özünün görünüşü, səliqəsinə diqqət yetirirəm. Çünki olsun ofisiant, olsun qarşılayan xanım, onların bir geyim tərzimi, danışığı, bunlar çox önəmlidir. Bu nüanslara fikir verirəm. Bir də inam məsələsinə, işdə inam məsələsi necə olmalıdır sizə görə? Çünki dediniz əvvəl mən çox inanırdım, parol qoymamışdım və s. Ümumiyyətlə bugün işdə inam məsələsinə yanaşmanız necədir? Mənim hal-hazırda işçilərim, mənlə işləyən işçilər 1 il, 2 il və yaxud 3 il. Elə işçim var ki, yəni restoran açılandan məndən işləyir. Onu da vurğulayım. Elə işçilərim var, gedib qayıtmaq istəyirlər. O da alınmır. Mən biraz çətin insanlara əslində özüm olaraq çətin güvənirəm insanlara. Güvənim biraz çətindir. Bir neçə dəfə nədəsə yoxlayaram və yaxud daimi yanında olaram. İndi elə dövrdür ki, kamera var, baxa bilirsən, belə deyə hər şeyə nəzarət edirəm. Ondan sonra bir müddət mənlə işləməlidir o insan. Amma yəni bir dənə səhvi görsəm, yəni O dediniz gedib qayıtmaq istəyənlər var, alınmır. O səhvini gördüyünüz adamlardır. Eləsi var ki, sadəcə gedib daha belə deyək, yaxşı düşündüyü kimi işə gedib. Ondan sonra yəni dəfələrlə yazdıqları olub ki, işə qayıtmaq. Mən gedən insanı saxlamaq tərəfdarı deyiləm. Bir də gedən insanı qaytarmaq çox nadir hallarda. Yəni nadir hallarda ki, mən gedən insanı geri götürərəm işə. Məncə iş dünyasıdır. Bunu nəyə əsasən elə düşünürsünüz ki? Yəni sizin biznesi tərk etdi kimi daha yaxşı seçimlər iş dünyasında bunlar normal deyilmi sizcə? Yanaşma biraz belə sizə deyim də, elə insan var ki, düşünür ki, gedirəm falan yerdə mənə ya biraz artıq olacaq maaşım, amma gedir falan başqa bir yerdə işləyir və daha çox işləyir, anlayır ki, daha çox yorulur və geri dönmək istəyir. Və yaxud elə işçim var ki, yəni çıxmışdı bizdən, belə deyək, 1 il bizdən işləmədi, amma yəni ərizəsini yazdığı gündən mənə özümə bildirdi ki, ərizəsini yazır. Halbuki mən onda analıq məzuniyyətində idim, belə deyə evdə idim. Yəni onda mənə yazdı ki, Elmira xanım, bəs müəyyən səbəblərim var, gedirəm. Dedim, yazdı. O da qanuna əsasən 1 ay səhv eləmirəmsə, 1 aydan sonra yəni getdi və sonra 1 il bizdə işləmədi və yenidən geri qayıtmaq istədi. Yəni mən o insanı götürdüm geri. Çünki o belə deyək, başqa işdə işlədiyi vaxt ərzində bir də görürsüz gəlirdi bizə, yəni məkan olaraq da, yəni belə bir normal situasiyadan asılıdır situasiya, onda. Bəli, yəni belə gedən vurğulayır. hamıya da yanaşma əslində qayıda bilməzsən kimi olmur. Yox, elə olmur. Sadəcə yəni situasiyadan, insanla işləməyindən, insanın özünün işləməyindən mən onun yerinə başqa bir işçi götürmüşəmsə və o işçini bəyənirəmsə, niyə onun qaydanda o bəyəndiyim işçini çıxardım, düzgün yanaşma deyil axı. O səbəblər də olur. Yəni kimsə bacarırsa işini, bu işi qoyub gedib. İndi onu başqa işində alınmayıbsa, biraz o səbəbə, yer boş olsa, yenə də düşünüb götürmək olur. Amma yer boş deyilsə, mən kimisə çıxardıb, kimisə götürmək, mən düzgün yanaşma deyiləm mənə görə.
Elmira xanım, iş qurmaq, öz işini qurmaq, yəni işi qurmaqdan o tərəfə həm də öz işini quran şəxslər, belə deyək, bu işin idarə edici şəxslər olurlar. İdarə etməklə bağlı ümumiyyətlə ilk dönəmlər üçün sizin üçün idarə etmə necə idi? Çünki çox fərqli insanlar gəlir, sən fərqli insanları idarə etməlisən və işini də uğurla aparmalısan. İdarə etmə ümumiyyətlə ilk dönəmlər sizin üçün nə idi və bu gün nədir? Mənim idarə etmə ilk təcrübəm olmuşdu. Son mənim işlədiyim neft sahəsində işlədiyim son şirkətdə. Orada mənim 3 işçim var idi, belə deyək. Orada ilk təcrübəmi yığmışdım idarə etmək, belə işçiləri idarə etməyi. Biraz restoran biznesinə gələndə, gül biznesində daha çox belə deyək təcrübə yığdım. Çətinliklərlə özləşdim, daha çox təcrübə yığdım. Restoran biznesində daha asan idi. Sadəcə bəzən insanlar cavabdehlik götürmə çətinliyi var. Müəyyən bir belə deyək işləri tapşırırsan, bəziləri məsuliyyət götürmək istəmir və onları yavaş-yavaş öyrətməlisən, belə bir. Amma yəni xüsusilə çox çətin olmayıb. Hə, xüsusilə çox çətin olmayıb mənə. Bəlkə də onu deyirəm, neft sahəsində bir təcrübəm olduğuna görə yavaş-yavaş gəlib. Yəni o proses artıq sizin üçün daha rahat oldu da o mənada. Elmira xanım, dediniz tələbə vaxtı işləmisiniz. Neçənci kursdan başlamışdınız işləməyə? Birinci kursdan işləməyə başlamışam. Birinci kursdan işləyirsiniz. Hardasa bir 21 illik iş təcrübəsi deməkdir. Biz də burada sizin yaşınızı vurğulamaq istəmirik, amma nəyi soruşmaq istəyirəm? Və onun bir 10 ili neft sektorunda olub, sonra fərqli sektorlarda və s. Və bayaq dediniz ki, mən istəyirdim ki, öz işim olsun və özüm üçün işləyim. Bu qənaətə gəldim. Yəni həyatınızda nə dəyişdi? Neft sektorunda olduğunuz 10 il və sonrakı bu biznes həyatında olduğunuz dönəm. Bəzən çox iş desəm də, yəni belə deyək, şirkətdə işlədiyimdən daha çox iş desəm də, mən daha çox istirahət edə bilirəm. Yəni məzuniyyət yaz, istirahətə get, biraz o nüansları, ondan başqa daha sərbəstlik oldu, belə deyək. Sən, mənim üçün bayaq dediyim kimi çox önəmlidir istirahət və artıq özünə işləyəndə sən özünü öz vaxtını idarə edə bilirsən. Günün müəyyən saatına görüşləri salırsan və yaxud işi salırsan. Burada artıq o deyil, 9-6, 8-5 belə bir grafikun yoxdur. Sərbəstlik deyək ki, əsas fərq o sərbəstlikdə olur. Əsas fərq sərbəstlikdir, bəli. Ondan başqa mənim üçün əsas fərqi odur. Sərbəst qrafik, iş qrafikim çətin, düzdür. Elə günlər olur ki, yəni 2 sutkada işləyə bilərəm. Elə günlər də olur ki, yəni istirahət edirəm. Bu sərbəstliyi əslində çox insan istəyir. Yəni çox insan öz işini qurmaq istəyir. Siz bunu etdiniz və gəldiniz, o iş mühitini görəndən sonra gəldiniz, biznesini qurdunuz. Sizcə hamı biznesini qura bilərmi? Əgər kimlər qurmalıdır, kimlərə artıq bu təcrübənin içindəsiniz, kimlərə artıq daha çətin ola bilər? Mən düşünürəm, hər kəs qura bilər öz biznesini. Sadəcə insan özünə inanmalıdır. Qurduğun işi düzgün planlamalısan. Düzgün plan, düzgün xərcləri yazmalısan. Ən əsası insanın özünə inanmağıdır. Mən misal üçün eyni, yəni bu işi başlayanda işi bilməsəm, təcrübəm olmasa belə, yəni sadəcə özümün gördüyüm işlərimə, özümə inamım var, böyükdür. Yəni o səbəbdən mən addım, yəni planımı yazdım, düzgün, yavaş-yavaş işimi başladım. Məsləhət aldığınız insanlar var idi həmin dönəmdə? Sırf olaraq restoranla bağlı, yəni daima məsləhət aldığım yoldaşım idi, onunla məsləhətləşirəm. Amma yəni onun da bu sahə üzrə təcrübəsi yox idi, restoran sahəsi üzrə. Sadəcə yenə də deyək, bizim oxumağımız və yaxud yəni başqa bir sahələrdə olan təcrübələrimiz var idi. Misal üçün gələn qonaqlarla təcrübə o tərəfindən yoldaşım mənə dəstək oldu ki, bunu burada belə eləmək, onu elə. Amma belə yemək tərəfindən və yaxud da ki, işçilərlə işləmək tərəfindən, yəni. Amma yəni hər şeyi belə deyək də öyrəndikcə tətbiq etdiniz. Bəli, öyrəndikcə tətbiq etdik. Çox sağ olun Elmira xanım, xoş oldu sizinlə həm söhbət olmaq. Ümid edirik ki, növbəti biznesinizin də bu uzun illərə dayanan bir fəaliyyəti ilə bağlı da gələcəkdə söhbət edərik. Sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Təşəkkürlər, xoş oldu.